Türk dünyasında əski türklər ya Turkani Bastanlıların biri Oğuzlar türklər. Ki biz Azərbaycanlılar da Oğuzlar türklərin içində yerləşirik. Oğuz türkləri Qafqaz məntəqəsindən tutub Azərbaycan, Türkmənistan, gələ Anadolu, Türkiyənin şərq hissələrində o zaman Oğuz türklər orada yaşayırmışlar. Oğuz türklər ya əski türklər ki deyək biz, bunların özlərinə məxsus olan bir tarixləri, özlərinə məxsus olan bir yaşayışları, cəngavərlikləri, dilavərlikləri, rəşadətləri, cəsarətləri var imiş. Türklər də ümumiyyətlə indi də elə bu cür cəsarətə, bu cür şəhamətə, bu cür dilavərliklər, bu cür cəngzuruqlara məşhurdular. Mən düşüncəm budur. Türklərin bu tarixlərini, bu şəfahi ədəbiyyatlarını ki, öz el-obalarında nə cür yaşayırmışlar, hansı dəblərə, hansı ənənələrə bunlar malik imişlər. Məsəl üçün, uşaqlarına nə təri ad qoyurmuşlar. Ondan sonra cənglərdə bunlar nə təri imişlər. Məxsusən Oğuz türkləri İslama gələndən sonra da bunların öz rabitələri, öz ilgiləri İslam dini ilə daha çoxlaşır. Bunlar öz yaşayışlarında Allaha nə cür inam tapırlar, nə cür inanc tapırlar. Bu məcmuələrin hamısını deyə bildik 10-cu əsrdə, miladi əsrdə ya 11-ci əsrdə bir məcmuələrdə yığışır Dədə Qorqud adına.